Suel, əlimi aç. Bu balaca dələduz deyəsən mənim işimi əlimdən almaq istəyir. Axı mən də parça olmaq istəyirəm. Böyüyəndə olarsan. Ümumiyyətlə, həyatda tələsmək lazım deyil. Hər şeyin öz vaxtı var. Hələlik isə keç səhnə arxasına, oradan aparıcılığı öyrən. Gələn il Zima Musiqi Festivalını sən apararsan. Danışdıq? Qaç. Suel, deyirəm ki, bu qısa insidenti çıxmaq şərti ilə festivalımız çox gözəl keçir, deyilmi? Çox Rənar, mənim çox xoşuma gəldi. Əsl yeni il bayram əhvalındayam bugün. Bu bayram axşamını bizə yaşadan isə yaradıcı heyət var və biz istərdik ki, sizi, əziz tamaşaçılarımız, onlarla tanış edək. Beləliklə, festivalın quruluşu rejissoru, Respublikamızın əməkdar incəsənət xadimi Ülviyə Könül, Milena Rıbalka, layihənin modelyeri Zümrüt Mirzəliyeva və iştirakçıların obrazları üzərində işləyən Nirrin Gözəllik Mərkəzinin qrim ustaları və stilistləri İkram Əliyev, Arzu Məmmədova, Janna, Aygün Zakirli, Alarm Dans Qrupu və Leyli Mişino, eləcə də Azəri İncilərin Uşaq Kollektivi və nəhayət xətrini çox istədiyimiz Bin Qrup şirkətinin rəhbəri, hamımızın dostu Murad Babayev. texniki dəstəyə görə, Kredo şirkətinə və möhtəşəm səhnə işıqlarına görə Samir Zeynalova təşəkkür edirik. Alqışlarınızla bu bizim gözəl heyət sizin qarşınızda neçə aylarda əziyyət çəkir. Hamınıza bu möhtəşəm uşaq bayramına görə, bu gözəl festivala görə iştirakçılar və onların valideynləri adından təşəkkürümüzü bildiririk. Bayaqdan tamaşaçılarımız bizə əl çalır. Amma mən istərdim ki, məqamda biz öz alqışlarımızla onlara təşəkkür edək. Çox sağ olun ki, bizimlə oldunuz, bizə dəstək verdiniz. Mənim belə kiçik xüsusi təşəkkürüm var. O da mənim gözəl hünkârım Suel Heybətovaya. Mən istərdim ki, indi zalda əyləşən İsa Məlikov, bəstəkar İsa Məlikova təşəkkürümüzü bildirək, deyəcəm niyə. Çünki onunla bizim iştirakçılarımızın sizə sürprizi var. İsa Məlikov Zima Uşaq Musiqi Festivalına mahnı bəstələyib və bugün siz onu eşidəcəksiniz. Bu bir növ Zima Uşaq Musiqi Festivalının himninə çevriləcək. Alqışlarınız. Və xüsusən Zima Festivalının təşkilində göstərilən köməkliyə görə Leyla xanım Əliyevaya təşəkkürümüzü bildiririk. Beləliklə, Uşaq Musiqi Festivalının himni səslənir. Звуки
одна, ведь за зимой весна, как и волна, что на всех у нас одна, но зарядить нас всех волна, ведь цель видна. Ведь я как планета в игре, которая темнее ночи. Хочу добиться своей цели очень, очень. Самого заморочу, совсем напрочу. Быть певцом себе полномочий. Пипа, послушай, когда я родилась, поклялась, петь и пела, генерировала децибелы, заполняла пробел, жила и кипела, с мыслями о большой арене. Вот об этой сцене. О ваших улыбках, о криках в ютубе. Мои песни звучали в самом крутом клубе, альбомах и винилах, и сопротивляться не в силах. Наступила зима, отдать музыку наша жила. Эту музыку ты